Və o problemlərlə yanaşı bugün Azərbaycanda ictimai siyasi baxışına görə heç bir cinayəti olmadan qadınlarımızın həbsdə olması, mən kişilərlə danışmaq istəmirəm. Yəni, kişilər, demirəm kişilər həbsxanada qalmalıdır, amma qadınların xüsusi mövqeyidir Azərbaycanda. Azərbaycan qadını bugün həbsdə olmamalıdır. Çünki burada önəmli bir nöqtə var. Bugün Leyla Yunusla Xədicə İsmail biz qorumasa, o bizim evimizə gəlib çıxa biləcək qadınlarımıza. Bax, bugün bu çox önəmli bir nöqtədir. Hakimiyyət bununla adiləşdirir qadın həbsini. Günlər görürsə, artıq əvvəl belə bir şeylər yox idi. Gülər Əhmədova həbsi başında mən çox narahat oldum. Niyə narahat oldum? Çünki o proseslərdə Gülər Əhmədova kiçik bir fiqur idi. O da böyük fiqurlar var. Adları çəkilmiş, onlar həbs olunmalıdır. Amma nə demək istəyirəm? O proseslə adiləşdirdi. Gülər Əhmədovun həbsi ilə bu vaxt narahat oldum. Bu qadını həbs elədilər. Bu bəhanədir bir. Azad fikirli, demokratik dəyərlərə söykənən, öz sözünü deyən qadınların həbsi başlayacaq. Çünki bu həbslə artıq o həbsin qapısını atır. Yəni biz bugün bir Azərbaycanlı olaraq öz qadınlarımızı qorumalıyıq. Azərbaycan qadınının yeri həbsxana deyil.